Vaxtınız xeyir olsun, dəyərli müştərilərim. Sizin üçün bir Xırdalanın Kruquna çox yaxın bir əraziyə, bir evin çəkilişinə gəlmişik. 3 sot yarım ərazidədir. Tam sənəddə 3 sot yarım göstərilir. Baxın, həyətdə belə bir mənzərə var, belə bir gözəllik var. Həyətləri belə bir həyətidir. Yəni, burada nəysə əkmək üçün. Burada bir qladovka, yəni əl damı kimi belə bir böyük bir geniş otaq deyilib kiraya vermək olar, yəni böyükdür. Amma burada üzəyə bunu artıq veşləri yığıb. Amma istəsəz burada otaq deyilmək olar. Bax, belə bir şey yerdir. Baxın, həyətdə yenə də burada bir əl damı üçün yer qoyub. Baxın, burada da yenə belə bir şey var və burada bir sanuzeli var. Yəni istəsəz, yəni ikisi də var idi burada. Təzə hörülmüş burada da bir hovuzu var. Yəni baxın, hamısını göstər zəhmət olmasa. Həyəti genişdir, nə qədər istəsəz yeri var. Və keçirik evə. Baxaq bir evə. Ev 3 otaqdan ibarətdir. Yəni 3 otaq, evin içində də hamam sanuzel var. Çöldə də var. Belə bir baxaq. Bu girəcəyidir. Yəni dəhliz kimi bir yerdir deyirlər. Amma əlavə burada da yenə də ev dəhlizdən, yəni 3 otaqda 3-ü də dəhliz açılır. Baxın, burada bir yataq otağı. Hamısında pəncərəsi var, yəni çölə işıqlandırılması var. Evdə biraz yığışdırılmaq olmayıb, yəni sərqəsiz görünə bilər, amma tam təmirli, gözəl bir evdir. Burada bir yataq otağı da var. Onda zəhmət olacaq. Amma keçirsəniz ki, solda biraz genişləndirib. Bu yana baxın. Evində istiliyi kombidir. Baxın, belə bir genişləndirib. Yataq otağı böyük qoyub burada. Hər tərəfdə də yana radiatorları var, yəni istilik sistemi. Və burada mətbəx yerləşir. O da tam qalacaq əşyaları. Onda dedim ki, çox əşyalar qalacaq. Və burada geniş bir sanitar qovşağı var. Çox geniş qovşağı. Bir də içərisini çəkin, bax, genişdir. Baxın. Belə bir həyət evidir. 3 otaq, yenə dediyim kimi, 2 yataq, bir qonaq otağıdır. Baxın, burada da yenə də bir geniş şəkildə, yəni bir qonaq otağıdır. Çox gözəldir. Yəni 2 dənə baxın, işıqlandırması var, gözəl. Bu qədər gözəl bir evi sizə təqdim elədim. Qiyməti çox münasibdir, yəni cibə uyğundur 100 minə. Yəni 100 minə belə bir 3 sot yarım içində ev qətiyyən tapa bilməzsiniz. Çünki Xırdalanın düz girəcəyində yola yaxın, gözəl bir evi sizə təqdim elədim. Bu qədər. Saatdə nömrələrimiz var. Xahiş edirəm, zəng eləyin, gəlin, sizə hər cür qiymətə evlər təklif edəcəyik. Narahat olmayın. Allah köməyiniz olsun.